Təbii ki, bizim bir də arxaya düşən kölgəmiz var. Ona da ton verə bilərik. Bunu biraz səliqəli ataq ki, sonra üstündən ştrix atanda arxa fondur deyə yaxşı görsənsin. İndi isə tünd və açıq hissələri bir-birindən ayırd eləyək. Bu hissə nisbətən tünd. Bu da həmçinin onun qədər tündür. Çünki eyni xətt üzərindədirlər. Ön hissə elə bunlar qədər tündür, amma nisbətən bundan nisbətən bir ton altı olacaq. Burada tündür və burada tündür. Buranı tona salmadıq, buranı da tona salaq. Və nəzərinizə çatdırım ki, bu hissə bundan açıq olmalıdır. Yəni fərqləri mütləq göstərməliyik. Və keçək ştrixə. Burada da müəyyən qədər ton var, amma onu ştrixlə birbaşa, səliqəli ştrixlə göstərəcəyik. Və çarpaz ştrixlərimizi də atırıq. Eyni qaydada sol tərəfində ox işarələrimizi qoyduğumuz kimi ox işarələrini siz təbii ki qoymayın. Onu göstərmək üçün qoymuşam. Aydın olması üçün qoymuşam. Eyni qaydada bu sol hissəmizi də və bir də bizim bu kölgələrimiz var ki, onları da qoymalıyıq. Buranın da ştrixlərini artıq səliqəli formata ataq. Yəni ştrixlər praktika ilə düzələn prosesdir. Nə qədər çox praktika eləsəz ştrixlə bağlı, bir o qədər yaxşı ştrixlər ata biləcəksiniz. İndi isə keçək biraz daha tünd karandaş vasitəsilə. Tindən aşağıya doğru tündlük azalır. Yəni bu tin daha tündür. Fiqurun ən tünd hissəsidir. Daha doğrusu hissələrindən biridir. Çünki burada da eyni qaydada tin var. Eyni qaydada bu hissənin də tündlüyünü artırıram. Aşağı doğru gətirdikcə açıram karandaşı. Misal üçün üstdən bərk basıram deyə aşağı doğru gətirdikcə artıq onu biraz əlimi buraxıram ki, daha açıq olsun. Ştrixləri biraz daha görünən formada atırıq. Gördüyünüz kimi tona salanda, yəni biraz daha tünd ton verəndə nisbətən yaymış kimi apardım ştrixləri. Bu işinizin daha yaxşı görünməsi üçün bir metoddur. Yəni onu mütləq istifadə edin bu metoddan. Üstündən zaten ştrix atandan sonra alt hissədə də ştrixlərimiz var idi ki, onlar da işi daha yaxşı göstərəcək. Buradan da sola doğru aşağı gətirdikcə tonu açırıq. Buradakı xəttimiz itməsin deyə biraz daha tünd karandaş götürürük. Misal üçün 8B götürdüm. Biraz daha tündlükləri göstərərək ştrix vasitəsilə ortaya çıxardıram.
Və bunu da çarpazını da atıram ki, bütöv formada işim daha səliqəli, yaxşı görünsün. Eyni qaydada buradakı tündlüyü də 8B karandaşı ilə göstərirəm. Formasına görə ştrixləri atıram. Bütövlüyü qoruyub saxlayaraq. İndi isə keçək, bu yansıma kölgəmiz var bizim. Yenə 6B ilə buradan bizim kölgəmiz var ki, aşağıya doğru yayılır. Bu formada onu ortaya çıxardırıq və üstündən bilinən ştrixlər atırıq. Ştrix dərsində bu metodikanı sizə öyrədəcəm ki, daha rahat işi cəlbedici göstərə biləsiniz. Eyni qaydada da bu sol hissədə, sağ hissədə tona salıb ştrixlərimizi atırıq. Bunu elədikdən sonra təbii ki, bildiyimiz kimi bu hissə biraz daha tündləşməlidir. Yəni bunlara nisbətən çox açıq qalır və biraz daha görünən tünd ştrixlər atıram ki, figurumun bu hissəsi də daha səliqəli və daha gözəgəlimli olsun. Təbii ki, düz ştrixlər burada da öz önəmini daşıyır. Formasına görə ştrixlərdə mütləq atmalıyıq. Eyni qaydada burada aşağı tin hissə biraz daha tündür. Onu göstərirəm. Buradan da yine formasına görə ştrixlər davam edirik. Eyni qaydada burada da düz ştrixlər atmalıyıq ki, figur daha yaxşı görsənsin. Təbii olaraq bu hissələr də belə ağ qalmamalıdır. Ona görə 2H götürürəm. Burada formasına görə ştrixlər atıram ki, fərqlənsin. Buradan fərqlənsin. İşıq düşən hissələrdən fərqlənsin. Gips olduğu üçün çox qaraltmağınızı tövsiyə eləmirəm. Çox qaraldanda iş çirkli görsənir və gips olmur artıq o. Formada səliqəli ştrixlərimizi atdıq və bir də pozan vasitəsilə burada bizim artıq çıxıntılar var ki, onları da pozub aradan qaldırsaq, işimiz çox səliqəli görünür. Məsələn, bu hissələrdə təbii ki, bu pozandan istifadəni dediyim kimi ştrixdə göstərəcəm. Bir də arxa fonun ştrixini ataq yüngül, onunla da bağlı bir bizdə fikir yaransın. Yəni bilək ki, bu figurumuzun burada bir kölgəsi var. Eyni qaydada bu sağ hissəyə də kübeyle attım. Şimdi biraz daha tünd karandaşla
Bu fiqurumuz da bu qədər. Ümidvaram artıq fiqurlarla bağlı bütün fikirlər sizdə yarandı. Yəni necə çəkəcəyimizi artıq bilirik. Mən dəfələrlə tövsiyə elədiyim kimi təkrar videoları izləyin, baxın, tətbiq eləyin. Sonra yəni qurmanı tam öyrəndikdən sonra artıq ştrix dərsini ona görə sona saxlayıram ki, ştrixi də onun üzərindən öyrənək. Qurma düz olmasa ştrixin yaxşı görünməyinin bir mənası yoxdur. Yəni əsas qurmamızdır ki, qurma düzgün olmalıdır, qurulma yaxşı olmalıdır. Bu dərsimizdə bu qədər. Gələn dərslərimizdə görüşənədək izlədiyiniz üçün təşəkkür edirəm. Təkrar işləməyi unutmayın. Sağ olun.